Deməli, yoldaşlar, bugünkü dərsimiz olacaq modelləşdirmə, onların təsnifatı, modelləşdirmənin növləri, informasiya növləri, zaman amilinə görə növləri və s. və ilə axır. İndi sıra ilə qəşək-qəşək bir-bir danışaq. Deməli, ilk öncə öyrənək görək nədir? Model, real obyektin, prosesin və ya hadisənin müəyyən xüsusiyyətlərini, bax, bütün xüsusiyyəti demirəm, müəyyən xüsusiyyətlərini özündə əks etdirən sadələşdirilmiş bənzərdir. Bir daha təkrar edirəm, model, real obyektin, hadisənin və ya prosesin müəyyən xüsusiyyətlərini, bəzi xüsusiyyətlərini özündə əks etdirilən kiçildilmiş bənzərdir. Məsələn, insanın kiçildilmiş bənzəri nədir? Maniki. Sürdüyünüz avtomobillərin kiçildilmiş bənzəri balaca uşaqların oynadığı maşın oyuncaqları. Sonra gəlinlərin kiçildilmiş bənzəri balaca qız uşaqlarının oynatdıqları gəlincik kuklalar. Daha sonra yer kürəsinin kiçildilmiş bənzəri nə olacaq? Globus. İndi bax, biz buna niyə kiçildilmiş bənzər deyirik? Biz bu yer kürəsində, məsələn, Amerikanı gedib tapmaqdan ötürü ən azından bir 4 saatlıq, 5 saatlıq təyyarə ilə yol getməyimiz lazımdır. Amma globusa, belə deyək də, qlobusu əlimizlə hərəkət elətdirərək Amerikanı tapıb uşaqlara deyə bilirik ki, Amerika buradadır, sərhədləri filan ölkələrdir, hansı qitədə yerləşir və s. və ilə axır. Bunu, yəni bu cür rahat şəkildə yer kürəsinin kiçildilmiş bənzəridir. Bax, indi deyə bilərsiniz ki, o kiçildilib, orada onun bütün xüsusiyyətləri yer alınmı? Xeyr. Yer kürəsinin normalda yaşıllıqları var, su, torpaq, belə deyək, gölü, dənizi, okeanı, hər şeyi var, dağı, dərəsi, təpəsi. Bunu bizdə qlobusda rənglərlə bildiriblər ki, məsələn, dağlıq ərazi boz rəngdədir, mavi suyu məsələn bildirib, nədir, neft qaz yataqları filan işarə ilə bildirilib, sadəcə işarələrlə. Amma canlı həyatda biz neft qaz yatağını görmək istəsək, buruqlar, oradan neftin qoxusu gəlir, əlimi neftə vura bilirəm və s. və ilə axır. Deməli, yer kürəsi qlobus olacaq, yer kürəsinin kiçildilmiş bənzəri. Daha sonra modelləşdirmədə modelin başlıca xassəsi onun adekvatlığıdır. Modelin başlıca xassəsi onun adekvatlığıdır. Bunu da yadımızda saxlayırıq. Daha sonra modelin yaradılması prosesinə, nəyinsə görülməsi prosesinə modelləşdirmə deyəcəyik. Modelin yaradılması prosesinə modelləşdirmə deyəcəyik. Məsələn, əsl avtomobilin modelini yaratmaq istəyirəm və yaxud da əsl gəminin modelini yaratmaq istəyirəmsə, onu düzəltməyə başladığımla, bitirdiyim anda o zaman intervalım var, o modelləşdirmənin prosesi sayılacaq. Yəni, o modelləşdirmə prosesi həmin zaman intervalında, həmin zaman kəsiyində olacaq. Qısaca yadımızda saxlayacağıq. Modelin yaradılması prosesinə modelləşdirmə deyilir. Model də nə oldu? Hadisənin, prosesin, obyektin kiçildilmiş bənzərinə, müəyyən xüsusiyyətlərini əks etdiribsə, bu olacaq nə? Model. Daha sonra uşaqlar, modellər iki yerə bölünəcək. Maddi modellər var, bir də var informasiya modelləri. Maddi modellər hansılardır? Konkret olaraq gözümüzün gördüyü, əlimizin toxunduqları hamısı olacaq maddi model. Gözümüzün gördüyü, əlimizin toxunduğu nə olacaq? Maddi modellər. Maddi sözünə killuq yoxdur. Birincisi oldu maddi model. Maddi modelə nümunə olaraq qlobusu, manikeni, sonra binanın konstruksiyasını, daha sonra Qız Qalasının heykəli deyirlər, büstü deyirlər, nə deyirlər, onu, sonra hansısa bir şairin büstünü və s. nümunə göstərə bilərik. Məktəbin maketini və s. nümunə göstərə bilərik. İkincisi isə olacaq informasiya modeli. İnformasiya. Hansı ki biz bundan yalnız və yalnız informasiya ala bilirik. Məsələn, xəritə. Bax, indi deyəsiniz ki, müəllim, xəritə ilə qlobusun fərqi nədir ki? Qlobus.
Uşaqlar, xəritə ilə qlobusun fərqi nədir? Hə? Heç Yəni düşünmədim. xəritə informasiya modelidir, qlobus modeli. Mən başa düşdüm. Hər ikisi də yer kürəsinin kiçildilmiş bənzəridir. Hə, Hə? qlobusun forması yer kürəsinin formasındadır. Odur fərqi. İnformasiya modelində bəs nə olacaq? Deməli, maddi modeldə yadımızda saxlayaq ki, hansısa bir modelin fərqi yoxdur. Həm fiziki görünüşü ona bənzəməlidir, fiziki görünüşü. Həm də ki, həndəsi forması ona bənzəməlidir. Qlobus həqiqətən də yumru formadadır, yer kürəsi də yumrudur və ona görə biz ona maddi model deyirik. Amma xəritə dördbucaqlı formadadır, yer kürəsi dördbucaqlı formada deyil. Onun üçün də biz buna nə deyəcəyik? İnformasiya modeli deyəcəyik. İndi biraz da konspektləşdirək, qısalaşdıraq. Maddi modellər dedik ki, fiziki və digər xassələri özündə cəmləşdirməlidir. İnformasiya modelində isə obyektin, prosesin və ya hadisənin xüsusiyyətlərini, onların belə deyək də, xarici dünya ilə əlaqəsini bizə göstərir ki, necə əlaqələniblər, əlaqələnmə formasını bizə göstəriblər. Maddi modellərə nümunə göstərdik, informasiya modellərə xəritə, gündəlik dərs cədvəllərimiz, daha sonra təxliyə sxemləri falan olur. Bax, onlar da nə olacaq? İnformasiya modeli. Adi şəklin özü belə informasiya modeli sayılır. İnformasiya modeli sayılır. Daha sonra dedik ki, modellər iki yerə bölündü. Bir şey demədim. Modellər zaman amilinə görə iki yerə bölünəcək. Zaman amilinə görə. Bax, bir var deyirəm, modellər iki yerə bölünür. Maddi model informasiya. Bir də var deyirəm ki, zamana görə iki yerə bölünəcək. Zamana görə iki yerə bölünəcək. Birincisi olacaq dinamik, ikincisi olacaq statik. Adı üstündədir. Bir də görsən, bir uşaq çox hərəkətlidir. Deyirlər ki, elə bir dinamikdir, necə də hərəkətlidir. Statik isə nə olacaq? Çox hərəkətlidir. Demək olar ki, hərəkətsiz vəziyyətdədir. Çox da hərəkətli deyil, yəni tərpənmir. Deməli, zaman amilinə görə də iki yerə bölündü. Dinamik və statik. Dinamik hər zaman dəyişir, statik isə dəyişməz olaraq qalır. Dinamik hər zaman dəyişir, statik isə dəyişməz olaraq qalır. Daha sonra uşaqlar, bax, maddi modeldən biz sadəcə öyrənəcəyimiz hissə maddi modelin tərifi, maddi modelə göstərilən nümunələr. Başqa qalan hamısı bizim öyrənəcəyimiz hər bir şey informasiya modelindədir. Yəni, informasiya modelinin növləri, sonra informasiya modelinin təqdim olunma formaları, sonra informasiya modelinə nələr aiddir, bax, onlar haqqında danışacağıq. İndi maddi modellə bitiririk, indi isə keçirəm informasiya modelinə. İnformasiya modelinin müəyyən növləri var, bax, informasiya modeli. İnformasiya modelini sözlə təsvir eləmək olar. Təsvir. Sözlə cədvəl formasında təsvir eləmək olar. Daha sonra şəkil formasında, bir də sxem formasında. Sözlə təsvir. Deyirəm ki, uşaqlar, 1-ci saat informatika, 2-ci saat riyaziyyat, 3-cü saat rus dili, 4-cü saat fiziki tərbiyədir. Sözlə təsvirlədim, informasiya modelidir. Cədvəl. Cədvəl formasında qururam. Siz baxan kimi görürsünüz ki, 1 informatika, 2 rus dili, 3 nə bilim riyaziyyat və s. Daha sonra şəkil, təbiətin şəklini çəkirəm. İnformasiya ötürürəm ki, məsələn, Azərbaycanda belə dağlar var və s. və ilə axır. Sxem. Bakıda yaşayanlar ən azından metroya düşəndə, metroda istiqaməti görürsünüz. Gənclik ox işarəsi qoyur, yazır Nərimanov. Ox qoyur, yazır Koroğlu. Deməli, sənə heç kəsdən sən soruşmasan belə, o oxlarla bilə bilərsən ki, bu stansiyadan sonra hansıdır? Növbəti stansiyadan sonra hansı stansiyaya gələcək? Bax, bu cür. Bakıda yaşamayanlar belə, yaşayanlar da, yaşamayanlar da belə ən azından məktəbimizdə təxliyə sxemi var. Hansı ki, İraq olsun, bir fövqəladə hal baş verərsə, biz həmin məktəbi hansı yollarla tərk edəcəyimizi orada göstərirlər ki, hansı alternativ pilləkənlərdən mi deyim və s. və ilə axır, bunlardan istifadə edəcəyimizi orada göstərirlər.
Deməli, informasiya modelinin müəyyən təsvir olunma üsulları var ki, sözlə təsvir, cədvəl formasında təsvir eləyə bilərlər, şəkil formasında, bir də sxem formasında təsvir eləyə bilərlər. Dedim ki, Ayşə, zamana görə neçə yerə bölünür? İki yerə bölünür, dinamik, statik. Dinamik və statik. Yaxşı, dinamik və statik. Banu, sən də görüm, informasiya modellərinin hansı təsvir olma forması oldu, təqdim olma forması? Qrafik, mətin, səs, bir də ədəd. Səs dedim. Səs yox, mən. Sən hara getdin çıxdın? Mən modeldən danışan. Deyirəm, informasiya modelinin hansı təqdim olma forması var? İnformasiya modeli. Modeli. İndicə yazdım. Özüm sadəcə monitörü dəyişdim. Baxın. Nə dedim? Sözlə təsvir, cədvəl, şəkil, sxem formasında təsvir olma. Dərsə qulaq asmırsan sən? Mən indi qoşulmuşam mən. Ha, indi qoşuldun. Aha. Deməli oldu belə. Tamam, yaxşı. Anar, model nəyə deyildi? Bir cismin oxşar xüsusiyyətlərin özündə daşıyan bir oxşarına da. Cisim deməliyik də, hadisənin, prosesin və ya obyektin müəyyən xüsusiyyətlərini özündə əks etdirən kiçildilmiş bir bənzərdir. İmtahanda bütün xüsusiyyətlərini desə, onu yanlış götürməlisiniz. Çünki məsələn insanam mən. Mənim maketimi yaradırlarsa, mankenimi yaradırlarsa uşaqlar, o mənim daxili aləmimi yarada bilməz. Çünki o bilmir ki, mən ağlayanda hansı vəziyyətə düşürəm, güləndə daxilim hansı vəziyyətdədir, kimi sevirəm, kimi sevmirəm. Yəni bu hissləri o mənim kimi yaşaya bilməz. Onun üçün də o sadəcə mənim köynək əynimdə necə qalır, çiyinlərimin razmeri, bax bunu götürə bilər, başqa heç bir şeydən nədir? Model düzəldə bilməzdi. Özümlə danışdım orada. Daha sonra, indi uşaqlar, bu oldu modellər. İndi gəlin biz burada informasiya modelindən danışdıq. İndi isə cədvəl informasiya modelindən danışaq ki, hansı ki bu cədvəl informasiya modeli demək olar ki, hər dəfə sizə bir sual olaraq buradan bir dənə sualımız düşür. Buna Dimin kitabından bir dənə nümunə götürüm, cədvəl informasiya modelinin. Onun üzərində izah edeyim. Daydırıb boş böyük bir vaxt aparmaq istəmirəm. Məsələn, üçüncü sualı elə belə götürürəm. Qarşımıza bu çıxdı deyə bunu götürək. Və yaxud da Koderadan da hər hansı bir sualı götürə bilərdik. Heç bir problem yoxdur. Oradan da birini götürərəm. Deyir, müəllim, sürücü, çilingər, mühəndis, Adil Eldar Müşfiq Əliyar deyir, kafedə toplaşmağa qərar verdilər. Yəni, hansısa bir restoranda çörək yeyirlərmiş. İlk olaraq kafeyə sürücü gəldi. Adil və Müşfiq kafeyə birlikdə gəldilər. Baxıram ki, burada bir ixtisaslar var. Bir də ki, insanlar var. Onun üçün də ikili olsaydı adları ortada yazardım. Burada üçlü olsaydı. İndi ikilidir. Bax, yazıram bura Adil. Daha sonra Eldar. Sonra kimdir? Müşfiq. Bir də Əliyar. Neçə dost deyirlər? 4 dostdur. Daha sonra bunların peşələrini yazıram. Müəllim, sonra sürücü, çilingər, bir də nə var? Mühəndis. Mühəndis. Bax, bu olur cədvəl informasiya modeli. Buradan da diqqətli olsanız, adı üstündədir. Cədvəl informasiya modeli. Yəni, cədvəl qurularaq tərtib olunur. Bir də hansı model növünə aiddir? Cədvəl informasiya modelinə. Durub biz bunu maddi modelə aid eləyə bilmərik, çünki adı üstündədir cədvəl informasiya modeli. İndi baxaq görək, deyir ki, Əliyar kafedə toplaşmağa qərar verdilər. İlk olaraq kafeyə sürücü gəldi. İlk olaraq kafeyə sürücü gəldi. Bu bizə hələ keçinə verilmiş. Adil və Müşfiq deyir, nə yazıb? Verilən mülahizələr nəzərə alaraq Eldar və Müşfiqin peşələrini tapın. Kafeyə gələn sürücüdürsə, adını bilmirik hələ ki. Sonra deyir ki, Adil və Müşfiq kafeyə birlikdə gəldilər. Lap yaxşı. İlk gələn sürücü idi. Adil və Müşfiq kafeyə birlikdə gəlmişdirsə, deməli Adil və Müşfiq sürücü ola bilər uşaqlar. Hayır.
Aha. Deməli mən Adilə də sürücüyə çıx qoydum, Müşfiqə də sürücüyə çıx qoydum. Sonra deyir ki, Müşfiq çilincər deyil. Bu Müşfiq heç çilincər də deyilmiş. Daha sonra deyir ki, müəllim Əliyara zəng edərək yolda tıxazda olduğunu, müəllim Əliyara zəng eləyibsə, Əliyar müəllim ola bilər? Xeyr. Bunu da buradan sildim. Müəllim çünki Əliyara zəng eləmişdi. Deməli, Əliyar müəllim deyil. Olduğunu və ona görə gecikdiyini deyir. İndi buradan baxaq görək, mənə deyir ki, verilən mülahizələri nəzərə Eldar və Müşfiqin peşələrini tapın. Eldar və Müşfiqin peşələrini tapın. İndi bir də baxım görüm buradan bizə nə kimi işıqcı verir. Eldar və Müşfiqin peşələrini tapın. Bu çilincər, Müşfiq çilincər deyildi. Hə, Müşfiq sonra nə yazmışdı burada? Adil və Müşfiq deyir. Kafeyə birlikdə gəldilər. Müşfiq çilincər deyil. Əliyara zəng edərək yolda tıxazda müəllim kim imişsə Əliyara zəng eləyib, yolda tıxazda olduğunu dedisə, deməli Müşfiq müəllim də deyilmiş heç. Müşfiq müəllim də deyilmiş. Əliyar sürücü də deyildi onda. Aha. Sürücüyə bir dənə Eldar qalır. Bəli. O zaman deməli Müşfiq qalır mühəndis. Əliyar niyə sürücü olmadı? Bir dənə deyək, hə, Əliyar sürücü də olmur. O zaman Eldar qalır sürücü. Bu sürücüdürsə, bunun digərlərinə bura çıx qoyanda bizə də Müşfiqi niyə çıxartdınız orada? Müşfiqin müəllim olmadığını hardan bildiniz? Müşfiqin müəllim olmadığını önce çıxartdım. Deyir, Müşfiq çilincər deyil. Əliyar müəllim Əliyara zəng edərək yolda tıxazda olduğunu göstərdi. Düzdür. Müşfiqlə də Adil bir yerdə gəlmişdisə, deməli ikisi yox da bir nəfər zəng eləmişdi. Deməli Müşfiq müəllim ola bilməzdi. İndi məndən də soruşur ki, Eldar və Müşfiqin peşələrini tapın. Eldar deməli sürücü olar, Müşfiq də nə olar? Mühəndis. Cavab yəqin ki, çox ehtimal ki, B variantı çıxacaq. Sürücü və mühəndis. Sürücü və mühəndis. Məntiqini tuta bilirsiniz də. Məncə bunlardan siz çox işləmişsiniz. Yaza biləcəksiniz, heç bir problem yoxdur. Amma bu dəfəki düşər biraz düşündürücü idi, amma yazmaq olurdu. Daha sonra nümunə üçün baxım, üçlüdən istəyirəm olsun. Yazıcı bir geoloq, memar deyil, yox, bundan yox. Bunlar da üçlü deyil. Bu da üçlü deyil. Səfa dostlar, ac günü dəyərinin ticarət mərkəzindən 1, 3, 5, 7, 8 saat vaxt keçirməlidirlər. Bu da ikilidir. Üçlüdən istəyirəm. Gəlin, bu biraz çətin bir şeydir. Oxşuyur. Bir dənə bunu yazaq. 14'ü. Sonra qraf informasiyasına keçəcəm. Bir dəqiqədən sonra vaxt bitəcək, narahat olmayın, qayıdıb təkrar link atacağım. Deyir, Aliyə, Ayla, Danil, Mehriban Səfər dostlarına ad gününə hədiyyə almaq üçün ticarət mərkəzindən getdilər. Onlar ticarət mərkəzindən birlikdə daxil oldular və hərəsi orada 1, 3, 5, 7, 8 saat vaxt keçirdilər. Ayla ticarət mərkəzindən sonuncu çıxmır, Mehriban ticarət mərkəzindən Danidən dərhal, nəysə belə bir şeylər. İndi gəlin biz burada yazaq. Yazıram ki, Aliyə, Ayla, Danil, Mehriban, Mehri yazacağım buna, bir dənə də Səfər. Bunlar da hərəsi müəyyən bir vaxtlar sərf ediblər. Hansı ki 1, 3, 5, 7, 8. Bunlar da bir-birindən ayıraq. Tamam. Davam eləyək. Deyir ki, burada hərəsi 1, 3, 5, 7, 8 saat vaxt keçirib çıxdılar. Məlumdur ki, ekran görüntüsü var hər kəsdə. Məlumdur ki, deyir, Ayla ticarət mərkəzindən sonuncu çıxmır. Ayla sonuncu çıxmırsa, deməli Ayla 8 saat vaxt keçirtməyib. Bunların xətlərini kəsməmişəmmiş. Deməli, Ayla sonuncu çıxmayıb. Yəni 8 saata buna
çıx qoyaq ki, 8 saat vaxt keçirtməyik. Sonra yazıb ki, Mehriban Ticarət Mərkəzindən Danildən dərhal sonra, deməli Danil olub, Danildən dərhal sonra Mehriban çıxıb, Mehriban Danildən dərhal sonra Ayladan isə əvvəl çıxır. Bundan da sonra Ayla olub. Ayla. Bundan sonra Ayla olub. İndi Aylada 8-ci deyilsə, deməli bunlar digər tərəflərə. Hamıdan deyə get ticarət mərkəzindən Aliyə çıxır. Deməli, Aliyə 8 saat vaxt sərf eləmişdi, düzdür? Aliyə 8 saat vaxt sərf eləmişsə, Aliyə digər saatlara çıx qoyuram. Sonra 8 saatın digərlərinin içində hamıya çıx qoydum. Sonra yazır ki, Səfər Ticarət Mərkəzindən Ayladan 2 saat sonra çıxır. Səfər deyil ticarət mərkəzindən Ayladan 2 saat sonra çıxır. 2 saat sonra çıxması ola bilərdi ki, nədir? Ayla sonuncu çıxmırsa, Ayla 7-ci ola bilməzdi. Çünki səfər 7-dən 2 saat sonra 8 olmayacaqdı. Düzdür? 5-dən başlayır. Deməli, minimum bizim 5-dən və yaxud da 3 də ola bilər də, hələ ki bilmirik. Səfər Ticarət Mərkəzindən Ayladan 2 saat sonra, deməli, səfər saat, yox, Səfər Ticarət Mərkəzindən Ayladan 2 saat sonra çıxır. 2 saat sonra çıxması səfərin hansı saatda? Səfər 8-ə çıxa bilməzdi. 7-də 5-dən 2 saat sonra çıxa bilərdi. Bir də baxaq onda təkrar. Ayla Ticarət Mərkəzindən sonuncu çıxmır. Ayla çıxmadı. Mehriban Ticarət Mərkəzindən, Səfər Ticarət Mərkəzindən neçə saat vaxt keçirib deyir. Mehriban Ticarət Mərkəzindən Danildən dərhal sonra, aha, burada varımızdır. Mehriban Ticarət Mərkəzindən Danildən dərhal sonra, Ayladan isə əvvəl çıxır. Səfər də Ayladan sonra çıxıbsa, bu da səfər də bura düşürsə, deməli Danil birdə olub, yəni 1 saat sərf eləyib, hamıdan gec Aliyə çıxıb. Deməli, Danil birincidə olacaq. Danil, hanı Danil? Danil bura yazacağım. Sonra Mehriban 3-cü saata düşəcək. Aliya 5-ci saata düşəcək. Aliya 5-ci saata düşəcək. Səfərdə 7-ci saata düşəcək. Səfərdə 7-ci saata düşəcək. İndi həqiqətən də baxaq görək. Hamıdan gec Aliyə çıxdı. Səfər Aliyadan 2 saat sonra çıxdı mı? Bəli, 5-dən 2 saat sonra da bu da çıxdı, düzdür. İndi mənə deyir, Səfər Ticarət Mərkəzindən saat neçədə çıxdı? Səfər Ticarət Mərkəzindən saat neçədə çıxdı? 7-də çıxdı mı uşaqlar? Bəli. Oldu belə. Yaxşı. İndi isə gələyin qraf informasiya modelinə baxağım. Qaydım PDF-imizə. Qaydaq bura. Bu haqda məlumatımız oldu. Birdən olardı ki bizə qraflar haqqında sual düşərdi. Yəni, qraf informasiya modeli. Qısa yarım başlıq olaraq yazın. Qraf informasiya modeli. Aha. İndi gəlin, baxaq görək, bu qrafda təpə nədir, til nədir, ilcək nədir, diqraf nədir, qraf nədir? Bunlar haqqında bir-bir danışaq sonra. Birincisi uşaqlar, bilək ki, qrafı təşkil edən obyektlər, təpələr adlanacaq. Obyektlər. Məsələn, A təpəsidir. Bu B təpəsidir. Bu da C təpəsidir. Bu da məsələn bir dənə D təpəsidir. A təpəsindən B təpəsinə yol var. B-dən C-yə, C-dən D-yə. Bax, bu cür oxlarla birləşdirmişik. Bax, bu olacaq A, B, C, D. Bunlar olacaq təpə. Yəni, bu A-ya deyəcəyik təpə. B-nin özünə də deyəcəyik təpə. Yaxşı, A-dan B-yə gələn bu düz xət var, bu düz xət. Buna deyəcəyik til. Aydındır? Bax, buna deyəcəyik til. Deməli, təpələri birləşdirən xəttə nə deyiləcək? Təpələri birləşdirən xəttə dedim. Bax, istiqamətlənmiş, yönləndirilmiş, belə bir söz işlətmədim. Təpələri birləşdirən xəttə dedik til. Bura kimi sual olan varmı? Bura kimi sual olan var mı? Tamam. Yox. Aha. Deməli, bax, buradan D-dən C-yə sadəcə til var. Bir də var ki, mən D-dən C-yə istiqamətlənmiş til verim.
Yəni oxlu, ucu oxlu til versəm. Əgər mənim tilim əlaqəlidirsə, yəni istiqamət alıbsa, buna deyəcəyik, nədir? İstiqamətlənmişdir. Tilə istiqamət vermişiksə, buna deyəcəyik istiqamətlənmiş til. Bax, bunu yadımızda saxlayaq ki, bu da olacaq istiqamətlənmiş til. Daha sonra olardı ki, bax, A təpəsindən B təpəsinə də istiqamət verərdim. B təpəsindən C təpəsinə də, C-dən D-yə də istiqamət verərdim. D-dən də A-ya, D-dən B-yə də hətta istiqamət verərdim. Deməli, uşaqlar, əgər qrafda, bax, bunun özü qrafdır. Əgər qrafda bütün tillər istiqamətlənibsə, buna deyəcəklər diqraf. Əgər qrafda bütün tillər istiqamətlənibsə, yəni yönəldilibsə, buna nə deyəcəklər? Diqraf. Aydındır? Aydındır, uşaqlar. Əgər qrafda bütün tillər istiqamətlənibsə, buna deyəcəklər. Bax, buna deyəcəklər nə? Diqraf. Dedik ki, təpələr A, B, bunlar rəqəmlə də ola bilərdi. Və yaxud da iki təpəni birləşdirən düz xət olacaq til. Əgər tilə istiqamət vermişəmsə, buna dedik istiqamətlənmiş til, buna qövs də deyirlər. Bax, buna qövs də deyirlər. İstiqamətlənmiş til və ya qövs. Əgər qrafda bütün tillər istiqamətlənibsə, buna da deyəcəklər diqraf. Sonra buradan sizə ilcəyi demədiyim, bir də dövrəni demədiyim. İlcə ilə dövrədən də deyim sizə. Deməli, A təpəsi A-dan B-yə yol olsun, B-dən də bir dənə C-yə yol olsun, C-dən də D-yə. Bura bir dənə də K təpəsi verirəm, buradan da bura. İndi mənə deyər ki, burada neçə dənə dövrə var? Dövrə, baxın, A-dan gəlib B-yə, B-dən C-yə, C-dən də A-ya. Neçə dənə dövrə var? Bircə dənə dövrə var. A, B, C, A dövrəsi. Aydındır? Yadda qalar dövrədə. Bəli. İnşallah. Dövrədə yadımızda qalarmı? Bəli. Sonra nəyi demədim? Qövsü dedim, diqrafı dedim. Dövrənin tərifini demədim mən. Dövrənin tərifində isə yadımızda saxlayaq. Buna dövrənin tərifində yazın. Dövrə qapalı yola deyilir. Qapalı yola deyilir. Bir dənə də ilcəyi yazaq. Bir dənə də ilcəyi yazaq. Bir eyni təpədən çıxıb, məsələn, baxın, A təpəsi, A-dan B-yə yol var, B-dən də C-yə yol var, C-dən də təkrar A-ya yol var. Baxın, uşaqlar, olardı ki, bax, A təpəsindən çıxıb təkrar A təpəsinə qayıdardı. Bax, biz buna ilcək deyəcəyik. Eyni təpədən çıxıb və həmin təpəyə geri qayıdırsa, heç bir təpədən görüşmədən, bir təpədən çıxıb həmin təpəyə geri qayıdırsa, buna nə deyəcəyik? İlcək. Bir dənə təkrar ümumiləşdirək bu təriflərimizi. Deməli, dedik ki, obyektlərin adlarına təpə deyəcəyik, obyektləri birləşdirənə til dedik. Əgər tilə istiqamət vermişiksə, buna istiqamətlənmiş til və ya qövs deyirlər. İstiqamətlənmiş nəsə lazım idi müəllimə? İşte. Əgər tillər istiqamətlənibsə, buna istiqamətlənmiş til və ya qövs deyəcəklər. Daha sonra bütün tillər qrafda istiqamətlənibsə, diqraf deyəcəklər. Qapalı yola dövrə deyəcəyik. Bir təpədən çıxıb, heç bir təpədən görüşmədən həmin təpəyə geri qayıdırsa, buna da nə dedik? İlcək dedik. Bura kimi sualı olan varmı? Xeyr. Tamam. İndi isə gedim buna aid, qonşuluq matrisinə falana aid və yaxud da bunlara aid uzun yol, qısa yol, hərəsinə aid bir dənə nümunə yazsam bəsimdir.
Aha, olardı ki ikinci sual kimi sual düşərdi. Məndən tillərin sayını soruşur. Bax, müxtəlif yol soruşmur, ha, tilin sayını soruşur ki, tilin sayı nə qədərdir? O zaman bax, bunun hamısındakı birləri cəmləyərəm. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənədir. Yəni 8 dənə xətt. Onu bölürəm 2 yerə, olacaq neçə? 4 dənə til. Həqiqətən də biz gəlib bunun qrafını qursaydıq, görəcəyik ki, həqiqətən də 4 dənə til var. Baxın, A-dan A-ya 0 yazıbsa yol yoxdur. A-dan B-yə 0 yazıb yol yoxdur. A-dan C-yə yol var imiş. Daha sonra A-dan D-yə yol yoxdur. B-yə keçirəm. B-dən A-ya yoxdur. B-dən B-yə yoxdur. B-dən C-yə var. Aha, deməli bir dənə də B təpəsi var imiş. B təpəsi var imiş. Buradan C-yə də yol var imiş. B-dən D-yə də yol var. Bir dənə də D var imiş. Sonra C-dən A-ya var, çəkmişik. C-dən B-yə də var. C-dən sonra hara var? D-yə də var. Daha sonra D-dən bir dənə B-yə, bir dənə C-yə bu cür. İndi baxaq. D-dən hara var? D-dən B-yə var. D-dən C-yə də var imiş. Aha, C-yə də var imiş. İndi uşaqlar, neçə dənə til oldu? 4 dənə həqiqətən tilimiz oldu mu? Onun üçün yəni durub o qrafı qurmağa ehtiyac yoxdur. Əgər tillərin sayını istəyirsə, saydım 2-yə bölürəm, alıram tilin sayını. Hə, olardı ki, bizə bax buradan deyərdi ki, neçə dənə müxtəlif yolla getmək olar? Neçə dənə müxtəlif yolla getmək olar? Müəllimə, bundan əvvəlki sualda sətirlər üzrə baxırdınız, yoxsa sütunlar üzrə? Hər ikisində də eyni şeydir. Hər ikisində də bax, A-la B-nin kəsişməsi yoxdur, sıfırdır. Deməli, B ilə A-nın da kəsişməsi olmayacaq. Müəllimə, bunun qrafını quranda, məsələn, A-dan C-yə yol 1-dir, hə? Var da, yəni. İndi bunun istiqamətini çəkəndə A-dan C-yə doğru ox çəkirik. Sən til sayırsansa, tildə istiqamət verməyə ehtiyac yoxdur. Səndən matris istəməyib ki. Bu matris deyil. Yox, ümumiyyətlə, siz soruşmasın. Bunun qrafını quranda A-dan C-yə çəkəndə A-dan C-yə istiqamətini C-yə qoyuruq da oxunucu. Heç ara qoymursan. A-dan C-yə. Sadəcə düz xətt qoydum. Sonra gəlsən. Yox, bunun qrafını qur deyilsə. Qızım, mən də qrafını qururam da. Hə, istiqamət qoymuruq. Qızım, vacib deyil ki, qrafa biz belə bir ox qoyaq. Hə, bilsin. Vacib deyil biz ona ox qoyaq. Gəldi indi bura. Deyir, bu təpələrdən birləşdirən sxem verilib A təpəsindən F təpəsinə. Bu tipli suallarda deyə də bilmədim. Diqqətli olaq ki, bizdən nə istəyir və hardan keçmək, hardan keçməmək. Deyir, A təpəsindən F təpəsinə neçə müxtəlif yolla. Demir, hardan keçmə. Baxıram, A-dan F-ə getməliyəm. O zaman ilk başlıqlarımın hamısına 1 yazıram. Bax, 1, 1, 1. Diqqət eləsəniz, mən növbəti təpənin düz dibindən yazmışam. Çünki, məsələn, buradan yazsam, gözümdən yayına bilər. Onun üçün də həmişə dibdən yazıram. B-yə ox olaraq yox, rəqəm olaraq neçə yol daxil oldu? B-yə rəqəm olaraq 1 yol daxil olub, çıxışına da 1 yazdım. C-yə rəqəm olaraq 1, 1. Bax, oxları saymıram. Heç ox mənə maraqlı deyil. 1, 1. 2, cəmi 2 elədi. Deməli, çıxışı da 2 olacaq. Normalda, amma buradan 1 ox gedirdi, 2 yazdım. 2 yol daxil oldu Y-yə, çıxışları da 2-dir. D-yə 2, 1, cəmi 3-dür. 3-ü də yazdım. 3 ilə 2-nin cəmi də 5-dir. Deməli, biz A-dan F-ə 5 dənə müxtəlif yolla getmək olar. Bu nə deməkdir? Bunu istəsəniz, siz belə A, B yazardım ki, bax, A-dan gedərəm B-yə, B-dən gələrəm C-yə, sonra Y-yə, sonra F-ə. Daha sonra gələrəm A-dan C-yə, C-dən Y-yə, Y-dən də F-ə gələrəm. Daha sonra gələrəm A-dan D-yə, D-dən də F-ə gələrəm. Sonra gələrəm A, C, Y, D, F. Sonra gələrəm A, B, C, Y, D, F. Həqiqətən də 5 dənə müxtəlif yolu tapdıq mı? Bax, bu o deməkdir. Qeyri-adi heç bir şey yoxdur. Sonra gələk. Yaxşı, bu dərsi saxlamadıq. Bunun biraz gəlizləşmiş versiyasına da baxaq ki, desin filan yerdən keçmədən. Məsələn, 14.
14. Bax, burada şərtə diqqətli oluruq ki, bizdən nə istədi? Bizdən nə istəməyi çox önəmlidir. Demək, yoldaşlar, mənə deyir ki, şəkildə A nəticə B şəhərlərini birləşdirən yollar verilib. Bu sxemə əsasən A şəhərindən P şəhərinə, yenə də ilk olaraq hansı şəhərlərə gedəcəyimi aydınlaşdırıram. A-dan P-yə getməliyəm. Amma mənə deyir ki, K şəhərindən keçmədən, yəni sən K şəhərindən keçmə. K şəhərindən keçmə deyirsə, mən K şəhərinə gələn və K şəhərindən çıxan bütün yolları bağlasam olarmı? Bax, K-ya gələn yolu bağladım. K-ya gələn yolu bağladım. K-dan çıxan yolu bağladım. K-dan çıxan yolu bağladım. K-la bütün əlaqələrimi kəsdim. Bura kimi aydındır. Hayır. İndi mənə deyir ki, yəqin ki, müxtəlif yolları soruşur məndən. Baxa, A şəhərindən P şəhərinə baxım görüm, başqa bağladığım nəsə olmalı deyil, yox. Çıxışların hamısına 1 yazdım. C-yə bir yol daxil olmuşdu, 1 yazdım. B-yə bir yol daxil olmuşdu, 1 yazdım. D-yə 1, 1, 1, 3-ü cəmi 3 eləyir. Y-yə 3, 1, 4 elədim. Çıxışına da 4 yazdım. Bunun da çıxışına. F-ə bir yol daxil olmuşdu deyə hamısına 1 yazdım. Daha sonra 4, 4, 8, 8, 4, 12, üstünə də 1 gəlsəm, yox, hələ bu da var. İ də var. Bu 1, bu da 1. Neçələdir? 8, 10, 14 dənə. Yox, 14 dənə yox. Hə, 14 dənə. Çıxışları buranın 14 dənə verəcək. Daha sonra bu 14-dürsə, 14-ün üstünə 1 gəlsəm 15, bu da 15-dir. 15 ilə 14-ün cəmi mənə verir 29, bu da 29, bu da 29 olacaq. 29 ilə 15-in cəmi neçə verir? 44, hə? 44. 44-ün üstünə də 29 gəlsək, bizə verəcək 73. 73. Görək 73 cavabımız var mıydı? Bəli, düzdür müəllim, bu onu yox. Bizlə işləmişdiniz. İşləmişəm, hə, oldu 73. Yaxşı, və burada da diqqət eləyərsiniz, məsələn, burada yazıb ki, A şəhərindən, da yazmayacağım, üstündə sadəcə elə belə şifahi göstərin bəsinizdə. Deyir, A şəhərindən P şəhərinə, A-dan P-yə getməliyəm. Deyir, El şəhərindən keç, eldən keç. Əmr edir ki, yalnız eldən keç, amma M-dən keçmə. Eldən keçə bilərsən, amma M-dən keçə bilməzsən. M-dən keçmə, amma eldən keç. Bax, M-ə gələnləri bağladım. M-ə gələnləri bağladım. Elin sadəcə M-dən elə gələnini bağladım. M-dən elə. Qalan heç birinə əl vurmur. Qalan heç birinə əl vurmur. Ki, zaten özləri bağlanacaq. İndi gəlsəydik, yazsaydıq ki, və M şəhərindən keçmədən eldən də keç. Eldən keç dedisə, mənim bu yolum eldən keçir, uşaqlar. Hə? Evet. Onu Bir də görə yuxarıdakı da en bağladım. bir də Ona yuxarıdakı görə N də görürəm. nə? Bir də yuxarıdakı N yolunu bağlayırıq. Niyə? Tamam, N'den O'ya gidin. N'den O'ya gidin. Zaten buradan ora yol getməyəcəksə, heç mənim ora çıxışım olmayacaq. İndi gəlin elə belə üstündə yazsam baxın. Evet. Zaten ora getmirəmsə, yol bağlıdırsa, o biri tərəfə necə keçirəm? 1, 1, 1, 1, 1, bunlar da olacaq 1, 3, 3, 3, 1, 4, bu da 4 oldu. 1, 1, 4, 1, 8 dənə, 4 dənə yol daxil olmuşdu. Bax, fikir ver, mən buradan gedə bilərdim. Bu yol bağlıdır, bu yol da protivdir. Düzdür? Oxu yuxarıyadır. Ona görə heç orada girmirəm. 8 oldu. Bu da olacaq 1, 1, 8, 1. 9 dənə. 1 idi. Çıxışı da 1 olacaq. 9, 1, 10. Bu da olacaq 10. Bu da olacaq 10. Düzdür? 10, 10. Buranı da 10 eləsəm 10, 10, 20 dənə. Qutardı, getdi. Əgər mən bu yola girmirəmsə, heç onun qarşısındakı yola da keçə bilməzdim. Daha sonra buradan nəyi verər bizə? Ən uzun və ən qısa yolu tapmağında desəydi ki, mövcud mərkəzi yollar, ən qısa yolun tapılması.
Ən qısa yolun tapılmasını məntiqlə buradan da baxa bilərdiniz ki, A F şəhəri. A şəhərindən F şəhərinə getməkdən ən belə deyək də balaca rəqəmin məsələn A-dan C-yə gəldim. İndi baxıram görüm C-dən F-ə birləşməm varmı? C-dən F-ə birləşməm yoxdur. F-in nə ilə birləşməsi var? Y ilə birləşməsi var. Yaxşı, Y-nin özünün C ilə birləşməsi varmı? Bəli, var. Çox ehtimal ki 2, 4, 2 neçə eləyir? 2, 4, 2 mənə neçə verir? 8 verir. Səkkiz. Çox ehtimal ki o çıxacaq cavab. Amma yenə də hər ehtimala bir dənə qanuni yolunu izah edeyim ki, bilin nədir, nə deyil. Bəlkə də 8 çıxmayacaq, ola bilər. Bu nə istedilər, öldüm. Ya da düz baxmamışam. İndi baxıram, A-dan A-ya yol yoxdur. Amma A-dan B-yə yol var və məsafəsi də 4 kilometrdir. A-dan C-yə də var, 2-dir. Sonra B-dən A-ya var. B-dən C-yə də var imiş, 7 imiş. B-dən bir dənə də Y-yə var imiş, o da 1 imiş. Sonra C-dən A-ya çəkmişəm, C-dən B-yə çəkmişəm, C-dən bir dənə də D-yə çəkirəm. D-dən də Y-yə çəkirəm. C-dən D-yə 3 idi, D-dən də Y-yə 4. Sonra D-yə gəlirəm. D-dən C-yə çəkmişik, D-dən Y-yə çəkmişik. Y-yə gəlirəm. Y-dən B-yə var. Y-dən bir dənə C-yə var imiş, 4 imiş. Y-dən bir dənə D-yə var imiş. Y-dən D-yə 3 imiş. Biz niyə Y-dən D-yə 3 imiş? Mən bura niyə 4 yazmışam? Y-dən D-yə, D-dən Y-yə baxım görüm. 3 imiş, səhvən yazmışam. Bu da 3 imiş hətta. C-dən Y-yə. Yox, düz yazmışammış, 4 imiş. Neyse, texniki səhv edilmiş o. Məndə texniki səhv, kitabda yox. Sonra gəldi Y-dən D-yə, Y-dən bir dənə də F-in var imiş. Burada 2 imiş. F-dən də bir dənə Y-yə var imiş. İndi mənə deyir ki, A təpəsindən F təpəsinə ən qısa yolu deyir tapın. A-dan F-ə ən qısa yol. A-dan F-ə ən qısa yol, baxaq görək, 7 də var hətta. Bax, gəlirəm A-dan B-yə 4, 4-dən 1-ə, 4-dən Y-yə 1, 5, bu da olacaq neçə? 7 dənə. Amma bizim tapdığımız yol bu idi. Deməli 7, ən qısa yolumuz 7 də ola bilərdi. İndi baxsaydım buradan 2 ilə olanda 8 tapmışdım zaten. İndi baxım görüm. A-dan F-ə bu 4 ilə yoxlasaydım B, B-dən, B-dən Y-yə ilə birbaşa yol var. 1. Sonra nədir? Y-dən də görüm F-ə yol var idi mi? Y-dən də F-ə yol var imiş 2. Baxın elə, mən bunları da əlaqələndirib cəmləsəydim, tapa bilərdim ki, 7 var idi, heç qrafi qurmağa ehtiyac da olmazdı. Aydındır bu da. Bəli. Sonra gəldik buradan, ən uzunu, ən qısanı dedim. Burada biraz çətinləşdirilmiş versiyalı suallarınız var. Məsələn, 19 tipli kimi. 19 tipli kimi. Bunu kifayət qədər onda kiçildim ki, 19 və yaxud da 17 tipli kimi. Hansı sığsa onu çəkəcəm. İkisi də sığdı. Deyir şəkildə hər hansı yolun, hər hansı rayonun yollarının sxemi verilib. Qısası deyir ki, bu cədvəli qrafı, bax bu cədvəli qrafın üzərinə otuzdurmalıyam. B və deyir, D məntəqələri arasında yolun uzunluğunu B və D-nin, yolun uzunluğunu tapın. Bunun ən rahat yolu uşaqlar, məntiqlə tapmaqdır, bunun başqa yolu da yoxdur. O zaman mən tez birinci baxıram ki, hansının belə deyək də, tərəf edək.
Hansının birləşmə xətləri nə qədərdir? Hansının birləşmə xətləri? Baxıram ki, bu C-yə 1, 2, 3, 4, 5 dənə yol daxil olub. Elə belə ki, bax, buradan yazıram, 5 siləcəm. D-yə 1, 2, 3 dənədir. B-yə də 3 dənədir. Y-yə 1, 2, 3, 4. Bunda 4 dənədir. Bunda 3 dənədir. Bunda 2-dir, bunda da 2-dir. Baxıram ki, mənə açar olaraq o bir dənəlini axtarıb tapsam daha yaxşı olar da. Baxıram ki, C 5 dənə yolludur. İndi baxaq burada 5 dənə yolluya. 1, 2, 3, 4, 5. M6-nı şaqili formada baxdım. Üfüqi forması da eyni şeydir, Pərvin. 1, 2, 3, 4, 5. Həqiqətən də deməli C nə imiş? M6. Bura kimi aydındır? Nə bil. Aha. Bu C, bu C'ye yazdım bax M6. Heç bunu bura yazmağıma ehtiyac yoxdur. Qoy elə nədir? Burası qalsın bəsdir. Sonra baxıram ki, bu 5-i tapandan sonra təkli olan bir dənə də 4 var. 4 təpəsi olan. 4 təpəsi olan elə M4-ə baxın. 1, 2, 3, 4. 4 təpə ilə M4-də var. Buna da mən Y desəm heç bir problem olmaz. Düzdür uşaqlar? M2 də A olur mənim. Hə? M2 də A olur. Nə bildin ki, A oldu? A-nın da 2 təpəsi var. Biri M6-dır, digərsi də o biri olur. Bəlkə G-nin də 2 təpəsi var axı. Yox, müəllim, M6-da axı A-nın digər təpəsi. Hayır. Bəli. İndi baxın uşaqlar. Burada bax burada M6 bu idi. Bu M6-nın 2 təpəli ilə birləşib. Bu M6 düz deyir. Yəni C bir dənə 2 təpəli ilə birləşib. Bir dənə 2 təpəli ilə birləşib, o da A-dır. İndi baxıram ki, bu M6-nın 2 təpəli ilə birləşib. M2 3 təpəlidir. M3 3 təpəlidir. M4 4 təpəlidir. M5 2 təpəlidir. M5 2 təpəlidir. Bir də nə var? M7 3 təpəlidir. Deməli M5-də nə olacaq? A, sən də M5 demişdin. Yox, müəllim, mən M2 dedim. M2 olmaz axı. M2 3 təpəlidir. Hə, yoxsa M2, hə. Bax gəlirəm ki, Yeri 2 təpəli bir götürdüm. dənə biri bu 50, bir də 10. Yeganə bu C ilə kəsişən M5-dir. Deməli A da olacaq M5. Bəli, M5. Onda B-də digərisi olacaq, Ha. 10 olan. Bəli, indi gəldim buradan. Əgər mən 2 təpəlim də 2 dənə idisə, C də olacaq nə? Baxım görüm M1. C-miz də olacaq M1. Düzdür? Yerdə M3 qaldı də 3 olacaq dənə. B. Hə? M3 də B. M3-ə bu tezliyə B deyə bilmərəm. Qoy mən baxım sonra. Nəyə əsasən deyirsən deyə bilmərəm, amma hələ bu tezliyə Mən M5-i görə deyim, gəlirəm A-ya görə M5-in, deyim. M5-in, Mən M6-nın. M2'ye F demək olar. Çünki J'nin bir qolu Y'dir, bir qolu da F'dir də. Hafızı səbir. M1'in də bir Hə. qolu. Bəli. İndi gələk bax bu M6 C-dir. Bu C-nin kəsişdiyi biri M2-dir, 3 təpəlidir. Aha. Bu C-ni də hər 3 təpəli ilə birləşib. Sonra gəldik, biri M3 olacaq. M3. Biri də M7 olmalıdır. M7. İndi yaxşı, mən hardan bilim ki, bu hansıdır? O zaman mənə açar olaraq baxmalıyam ki, burada bu A var idi, A nə ilə birləşmişdi? M5. M5-in bir qolu 5 təpəliyə birləşib, bir qolu 3 təpəliyə. Bax, A M5 idi. M5-in bir qolu 3 təpəliyə birləşib, bir qolu da 5 təpəliyə birləşib. Deməli, M3-üm nə imiş? B imiş də, düzdürmü? Bəli. Hə, M3-ə də burada deyək B. Sonra gəldik buradan. M3-ə də B. Bizdən də nəyi soruşdu? B və D-nin yolunu soruşurdu da. B-ni tapmışıq, D-ni heç tapmamışıq hələ. Aha. Sonra gəldik. İndi baxaq görək hansıdır. Bunun pozanımız. Müəllim, A-nı tapmışıq, C-ni tapmışıq, B-nin elə digər qolunu tapanda olur deyə. Bəli. B-ni də tapdıq. B-nin qollarının biri, B nə idi? M3 idi. Bax, biri bununla kəsişib, biri bununla kəsişib. Digər qolda nədir? Budur da. Düzdür? B-nin. M7. M7 də nə olacaq? D olacaqmı? Bu da oldu D. Bu da olacaq M7-dir. Məndən də zaten B ilə D-nin kəsişməsini soruşub.
B ilə D-ni. B ilə D-nin kəsişməsi. Mənə neçəni verib? 11. 11. Aydın oldu uşaqlar. Bəli. Bəli. Bu da belə. Sonra bir dənəsində matrisə aid nümunə yazım. Qonşuluq matrisinə aid. Görək ki, varmı burada? Cədvəldə ən qısa, ən uzun yol heç. Neçə müxtəlif yolla getmək olar. Burada bunu özünüz quracaqsınız. Burada istiqamət verəcəksiniz. Niyə? Səndən til soruşmayıb artıq. Müxtəlif yol soruşub. Bunun müxtəlif yol soruşursa, sən buna ox verməyin vacib şərtdir. Məsələn, bax, burada deyəcək ki, A təpəsindən A təpəsinə yol yoxdur. A-nı yazdım. A-dan B-yə yol var. Ox qoydum. A-dan C-yə də yol var imiş. Ox qoydum. Burada bir şeyə diqqət eləsən elə. A-dan B-yə yol var, amma B-dən A-ya yol yoxdur. Yəni, B-dən A-ya gələ bilməzsən. Belə deyək də, nə deyirlər ona? Protivə nəsə? Protiv yola çıxırsan, belə deyim. Sonra gəldik. B-dən C-yə də var imiş. Sonra B-dən D-yə də var imiş. Oxlarını qoyursan. Yəni, bu cür. Sonra gəldik. C-dən D-yə də var imiş. C-dən bir dənə də Y-yə var imiş. Bu cür qoyub tapacaqsan. Müxtəlif yollarda nömrələyib tapacaqsan. Vaxt getməsin deyə. Neçə müxtəlif yolla getmək olar. Bu da heç. Yəni, bunları yazacaqsınız, əminəm. Bir dənə də matrisi tapsaydıq. Bir dənə matrisi yazardım. Deyir, qrafda deyir, qonşuluq matrisi ilə təsvirlərdən hansıdır? Qrafın qonşuluq matrisi ilə təsvirlərdən hansı deyir doğrudur? Yəni, bizə də burada qrafları verib, yəni cədvəl daha doğrusu verib. İndi gəlin biz buna bir cədvəl qursaydıq. Biz bura bir cədvəl qursaydıq. Bunun üçün cədvəl qurmaqdan ötürü uşaqlar. Özümüzü öldürməyə ehtiyac yoxdur. Çox rahatdır bunu yəni həll eləmək. Bunun qonşuluq matrisini quracağıq. O zaman verilmiş hərfləri şaqili formada yazıram. Yazıram A, kiçik yandan yazıb özdə. A, B, C, D, Y, K. 3, 6, 3, 6. Eyni şeyi üfüqi formada da yazıram, amma bunun üstündən yox, biraz aralı. A, B, C, D, Y, K. Bunu bu cür yazdım. Yazandan sonra bu cür belə xəttləyək. Hər birini ayrı-ayrılıqda xəttləyəndən sonra şaqili formada da xəttləməyimiz lazımdır. Mən sadəcə şaqili xətti heç vaxt bu 12 ildə mən şaqili xətti nə qəşəng səliqəyə çəkirəm. Baxda bax. Ayrı vaxt bilirsiniz nə bərbad gündə çəkirəm mən onları. İndi gəldik bunları A-dan A-ya yol varmı? Bu demək ki, yəni A-dan yol A-ya qayıdıb girib, daxil olub, yox. İlgək varmı? Yox. Yoxdursa 0 yazıram. A-dan B-yə yol var, 1. Sonra gəldik, A-dan B-yə konkret qonşularına baxırıq. A-dan C-yə də yol var, A-dan D-yə də yol var. Sonra A-dan birbaşa heç nəyə yol yoxdur, digərlərinə 0 yazıram. Gəlirəm, indi uşaqlar B-yə baxıram. B-nin qonşuları, belə deyək də, qapı bir qonşuları. Bir A-dır, bir C-dir, bir də D-dir. Deməli, mən A-ya, C-yə, D-yə 1 yazıram. Digərlərinə 0 yazıram. Kimin kitabı varsa, baxar görək hansı varianta, yəni düz gələcək. Çünki orada yuxarıda yazılmışdı. C-yə baxıram. C-nin qonşuları birbaşa A, B, D. Deməli, A-ya, B-yə, bir də D-yə. Digərlərinə 0 yazıram. D-nin qonşularına baxsaydıq, yəni D birbaşa kimdən əlaqəlidir? D, B, A, C, K. Y-dən başqa hamısına. 1, 1, 1. Bir dənə D-nin özünə yoxdur. Hamısına var imiş. Daha sonra gəldik K-ya, yox, Y-yə. Y-nin bir dənə K-la əlaqəsi var. Y-nin bir dənə K-la əlaqəsi var. Digərləri ilə yox. Sonra K-nın da bir dənə D-yə, bir dənə Y-yə. K da bir D-yə, bir dənə də Y-yə. Digərlərin hamısına da yol yoxdur. Aydın oldu uşaqlar, nə demək istəyirəm? İndi baxın görək bu variant
Win sağa ox eləyək bir baxım görüm. Bu variant qoy görüm hansında düz gəlir. 0, 1, 1, 1. C variantı nağdı deyil. Çünki burada 0-ın sayı artıqdır. B variantına oxşuyur. Çox ehtimal ki, cavab B variantı olacaq. Siz yəni bu çəkdiyimiz cədvəllə bunu eyniləşdirəsiniz. Görün hansına düz gəlirsə, deməli o da sizin doğru variantınız olacaq. Aydın yoldaşlar, nə demək istəyirəm? Bəli. İndi gəldik buradan. Bunu da yeşunlaşaq artıq. Sübhanallah, burada. Bunu da biraz böyüdüm. Buradan mən sizə demədim. Ağac informasiya modelini, ağac informasiya modelinə aid bir dənə nümunə suallardan buradan görün. Tutaq ki, 23-ə baxaq. Düzdür, bunun biz daha asan versiyası ilə də işləyəcəyik. Ki, qısa yolu bunu bu cür də yaza bilərik. Amma hər ehtimala deyim ki, bilin. Vaxt bitsə qayıdıb link atacam. Yəni, vaxtında qoşulun ki, tez də bitirək. Bəlkə də çatdıracam, nə bilim. A, Q, Y hərflərindən ibarət saytla başlayan neçə 5 hərfli söz düzəltmək olar. 5 hərfli dediyi üçün 1, 2, 3, 4, 5 dənə xətt atdım buradan. Mənə deyir A, Q, Y hərflərindən ibarət saitlə başlayan. Saitlə başlayırsa, deməli, ya A ilə başlamalıdır, ya Y ilə. Düzdür? Sonra deyir ki, hər hərf sözdə təkrarlana bilər. Yerdə qalır A, Q, Y, yenə A, Q, Y, yenə də A, Q, Y, yenə də eyni şey A, Q, Y. Burada 2 dənə hal idisə, burada 3, burada 3, burada 3, burada da 3. 3 üstü 4 mənə 81-i verir. 81-i də 2-yə vursam 162. Aydın oldu uşaqlar. Bunu başqa nə edə bilərdik? Biz bunun ağacını da qurub yaza bilərdik. İndi gəlin mən bunun ağacını çəkim sizə ki, ağac formada ədədlərdə ağac formasına qura bilərsiniz. Bunu bu cürdə. Mənə dedi ki, A və Y hərfi. A hərfi ilə başlayan 5 rəqəmli dediyinə görə, 5 rəqəmli. Birincisi 3 dənə hərf var, 3 dənə qol açıram. Bu 3 dənə qoldan, bax bu 3 dənə qoldan. Təkrar, bax bu 3 dənə qolda tutaq ki, mən bura A yazmışam. Bax A yazdım, Q yazdım, Y yazdım. Bu A-nın özünün də yenə 3 dənə qolu olacaq. Yazıram A, Q, Y. Bu 1, 2, 3 hərflidir hələ ki. Bax saysam A, 3 hərflidir. Bunun özünün də 3 dənə qolu olacaq. A, Q, Y. Ekran görüntüsü var uşaqlar sizdə. Var mənim. İndi bir dənə buna tez baxalım. Demək olar ki, da heç nə qalmadı, yekunlaşmışıq. İndi 5 hərfli dediyi üçün bu qədər. Bax, təkcə A qolunu bu qədər uzadıram hələ. Təkcə 5 hərfli dediyi üçün. Bax, A 1 hərf, 2 hərf, 3 hərf, 4 hərf. Bax, bunun özü də yenə 3 yerə bölünəcək. A-ya, Q-yə, Y-yə. İndi bax, bu bunun qoludur. Sonra gəldi. Yenə də bu Q-nün özü, bax bu Q-nün özü, yenə də 3 yerə bölünməlidirmi? O 1, 2, 3, 4 olacaq A, Q, Y. Bax bu Y-nin özü də 3 yerə bölünəcək. A, Q, Y. Başa düşə bilirsiniz ağac informasiya modeli nədir? Amma bu sizin üçün çox uzun gedəcək də. Bax, bunun məsələn bir dənə 5 rəqəmli hərflisini tapıb saymaqdan ötürü yazarsan. A. Sonra yazarsan ki, A, Q.
A, Y. Q, A. Yenə Q. Başa düşə bildiniz uşaqlar nə deyirəm? Bu qədər belə Bəli. uzun gedəcək. Amma sizə olardı ki, bu rəqəmlə düşsəydi ki, bunu yazmaq, onu hökmən yazaq. Hansısa sualda görmüşdüm, indi xatırlamıram. Gəlin buradan özümdən bir dənəsini atım. Məsələn, mənə deyər ki, 1, 3, 5 rəqəmlərindən istifadə etməklə neçə dənə 3 rəqəmli ədəd düzəltmək olar və 3 və 5 rəqəmi deyir təkrarlanmasın. 3 rəqəmli deyir ədəd düzəldir bunlardan. Amma 3 ilə 5 təkrarlanmasın. Ağac informasiya modelində bunu qurmaq daha rahatdır. Məsələn, yazıram ki, 1 rəqəmi ilə başlayıram. 1 rəqəmi ilə başlayanda, biraz bunu kənardan yazın. Bir rəqəmi ilə başladığımı yazdım. Bu 1-in 3 dənə qolu olacaq. 1, 3, 5. Bax, bu 1-in özünün də 3 dənə qolu olacaq. 1, 3, 5. 3 rəqəmli dediyinə görə burada saxladım. 1, 1, 1, 1, 1, 3, 1, 1, 5. 1, 3, bu 3-ün özünün də 3 dənə qolu olacaq. 1, 3, 5. Bu 5-in özünün də 3 dənə qolu olacaq. 1, 3, 5. Hər üçü də nədir uşaqlar? 1 ilə başlayan 3 rəqəmli oldu mu? 111, 113. Bax, kənara yazıram. 111. Sonra 113, 115. Daha sonra 131, 133, 135. Sonra 151, 153, 155. Oldu bura kimi? Hə? İndi bax, mənə 1, 3, 5 rəqəmlərindən istifadə etməklə demişdi deyə. İndi isə 3-ü yazıram. İndi isə 3-ü yazıram. 3-ü buradan yazdım. Yazıram ki, 3-də 1, 3, 5. 1-in özü də 3 yerə bölünəcək. 1, 3, 5. 3 rəqəmli ödəndi. 1, 3, 5. Burada da 3 dənə 1, 3, 5. Bunu da kənardan yazsaydım 311, 313, 315, 331, 333, 335. Sonra 355, 351, 353. Bu da oldu. Gəlirik sonuncu 5 rəqəmi ilə başlayana. Yazıram bura 5 rəqəmi ilə başlayan. 3 dənə qol ayırdım. 1, 3, 5. 1-in özünə də 3 dənə qol ayırıram. 1, 3, 5. 3-ün özünə də 3 dənə qol ayıraq. 1, 3, 5. 5-in özünə də 3 dənə qol ayırım. 1, 3, 5. İndi kənardan yazsam 511, 513, 513, 515, sonra 531, 533, 535, daha sonra 551, 530, yox 553, bir də olacaq 555. Amma biz bunların hamısını yazdıq. Məndən isə deyəsən dedi ki, 3 və 5 rəqəmi təkrarlanmasın. Gəlin 3 və 5 rəqəmi təkrarlanmayanları əliyək və sayına baxaq. 3 burada harada təkrarlanıb, 3 burada təkrarlanıb, 5 də burada təkrarlanıb. Başqa hardasa 3 təkrarlanmışdı mı? Yox. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə buradadır. Sonra 3 təkrarlanmasın dedi bizə. 3 burada təkrarlanıb, 3 təkrarlanıb, 5 də təkrarlanıb, 3 də təkrarlanıb. Neçə dənə qaldı? 1, 2, 3. 3 dənə də burada. 7-nin üstündən 3 gəldi, 10. Sonra 5 də təkrarlanmasın dediyinə görə burada təkrarlandı, burada təkrarlandı. 3 buradadır, 5 burada. Bu neçə idi? 553. Burada təkrarlanıb, burada təkrarlanıb. Burada neçə dənə qaldı? 1, 2, 3 dənə də burada. Uşaqlar, ümumilikdə neçə dənə oldu? 7, 3, 3. Ümumilikdə 13 dənə oldu mu? Başa düşə bildi? Yadda qalar. Bu da belə. Daha sonra, baxım görüm, daha sonra. Deməli, ağac informasiya modelini dedim, qrafı dedim, matrisdən danışdım. Zaman amilinə görə böldüm. Bunu da yazdım. Demək olar ki, modellərdən sizə demədiyim nəsə qalmadı.
Hə, modellərdən bir dənə sizə diqqətli olarsınız nəzər hissəsində. Hansı ki o modeli yaranması üçün amillər var idi ki, niyə görə modelləri yaratdılar, niyə görə? Modellərin yaradılmasında məsələn keçmişə gedə bilməmək. Tutaq ki, nə vaxtsa atom bombası partlayıb, o atom bombasına kifayət qədər canlılar həyatını itiriblər. İndi biz onun kiçildilmiş bənzərini və yaxud da o atom bombası partlayanda dünyamız hansı hala düşməyini görməkdən ötürü, şagirdlərimizə göstərməkdən ötürü biz məcburuq onun birini də partladaq. Onda da həmin o şagirdlər qalmayacaq. Onun üçün də biz onun elektron versiyasını, belə deyək də, kompüterləşmiş versiyasını yaradırıq ki, güya atom bombası partlayanda bitkilər belə məhv oldu, quşlar belə öldü, insanlarda nə bilim dovşan dodaqlıq yarandı və s. və ilaxır bunu başlayırıq göstərməyə. Onun üçün də yəni diqqət eləyərsiniz oradakı modelləşdirmə modelin daha doğrusu yaradılması üçün niyə modelin yaradılması vacib oldu? Başa düşə bildik. Bu da belə. Sonra gəldik. Bir dənə də demədiyim, modelin istifadə sahələri var ki, modeli hansı sahələrdə istifadə edirlər. Oyun modelləri var, texniki modellər var, sonra tədris modelləri var idi, təcrübə modelləri var idi, informasiya modelləri var idi və s. Bunların da adları və içlərini də öyrənəcəksiniz ki, məsələn, mən sizə sual verəndə ki, tutaq ki, uşaqlar, oyun vasitəsilə müxtəlif vəziyyətlərin obyektlərini bilmək, bu bilməliyik ki, oyun modellərinə aiddir. Sonra, məsələn, deyə bilərik ki, proseslər və ya hadisələri öyrənmək, proses və ya hadisəni öyrənirsənsə, deməli elmidədir. Belə, bu da olacaq bizim modellərimiz. Ev çalışması olaraq qeyd edirsiniz, zəhmət olmasa ev çalışması, modelləşdirmə, dim topludan modelləşdirməni öyrənəcəyik deyə də bilmədim. Dim topluda görəsən çoxdur modelləşdirmə, çox olmamalıydı. Koderiya baxmaq istədim əslində. Gəldik burada. 4.1 Kodeyranı da verəcəm. Çünki bu gün kifayət qədər vaxtınız olacaq. Vəssalam. Hər ikisini də işləyəcəksiniz. Yaxşı. Hər ikisini də işləyəcəksiniz. Çox azdır burada. Deməli, modelləşdirmədən ev çalışması olaraq dim toplu, bir də ki, Kodeyradan modelləşdirməni axıra qədər. Hər ikisində də uşaqlar 4-cü bölmədir. Nəzəri hissəni də öyrənməyi unutmayın. Elə hər şey misal üzərində düşmür. İmtahanda da özünüz iştirak eləmişsiniz. Görmüsünüz ki, kifayət qədər nəzəri hissə düşür. Belə, mənə aid sualınız varmı? Mənə aid sualınız varmı?